Alim, salam eman akşamınız hayırlı olsun nicesi. Çok sağ ol, var olasın sen nicesi. Size ne terdi? Şirin, kalabok. Akşamınız hayır azizimiz Yemek Hanım nicesi. Çok sağ ol Gülen. 62 var olasın. Her vaktin hayır. Her birinizin akşamı hayırlı olsun. Her biriniz hoş gelipsiniz. Rabbimden diləyirəm, möcüzəvi söhbətlərimiz olsun. Sevinçli xəbərlər olsun. Amin. Hoş gördük əziz ana Muratlı. Şükür qovuşdurana. Gülə deyir. Şükür yaxşıdır. Dünən getmişdim, gördüm. Ayam. Ben de isterim. Aleyna. Salam canım anam, hoş geldiniz. Şükür kavuşturana. Baham canım. Məsləhətinə şükür. Sen de hoş geldin. Kalma. Salam, akşamınız hayır. Elveke salam. Bu İsveç kamadı yoksa başka kama. Bizim bir İsveç'ten kamamız var idi. Sesi çıkmır çoktandı. Akşamınız hayır. 63-83 Uyusur. Semahat. Salam, akşamınız hayır ana. Her vaktin hayır can. Uyusur. 77'ler. Salam güzel ana. Əlvəkə salam Afət. Hoş gelmişsin. Ne oldu bana? Onu çıkardılar. Niye ha? Buna ne oldu ki? İstemedi. Harap mı oldu bu? Ay salam güzel ana. Əlvəkə salam. Deniz salam. İmana necəsiz şükür qovuşturana. Bir şükür. Ne var ne yok. Məxluqat. Neyse. Ben vətəndəyim imana. İsveç'teki kama değilim can. Bizim bir kamamız var İsveç'te. Onu öyle bildim. Azat Azerbaycan. Salam, akşamınız hayır. Hayire vesile olanlara Allah özü uzun, bereketli ömür versin. Amin. Amin canım. Geceniz hayır Yemek Hanım nicəsiz. Əhvalınız necədir? Mənə niye bildiriş gelmir canlı hakkında? Ne bileyim, TikTok beni sevmir yəqin. İstəmir yəqin TikTok beni. Kompüterim temiz söndü.
Akşamınız hayır olsun Nur Üzlüm. Ema Hanım. Her vaktin hayır canım. Hoş gelmişsin. Bir de gözün aydın olsun. Zülfiye. Salam canım Ema Hanım. Necəsiz? Çok sağ ol canım. Yaxşılıqdır şükür yaradan. 99 55 77 salam cavan kız. Saygı duyuram. Var olasın, hürmetli ol. Rahile Kerimova. Akşamınız hayır. Nur İslima Hanım, necəsiniz? Çok sağ ol Rahile canım. Var olasın. Hiyaldan daha bereketli oldu sizin yayım. Siz daha samimi, faydalı danışırsınız. Məsləhətinə şükür, yaradana şükür deyək. İsmail kişi bir tane belə savaş kafasında bir şey paylaşıp Şəfa. Salam xanım, siz Kübra xanımın bacısısınız. Bəli canım. Salam olsun güzel insana. Əlbəttə salam Makar, hoş geldin. Güla, 6. gün sizi tapa bilmedim. Elə bildim, yorgunsuz efire gelmemişsiniz. Huyundan izledim sizi. Huyundan YouTube'da izleyirsən. Yok, yine yorulmasın. Ben bugün de yorgunum. Ama bu saatinde burada olmalısın. Bu hükümdür. Məsləhətinə şükür. Raya başın sağ olsun canım. Üzürlü say. Fikrimdədir ki, sənə bir baş sağlığı yazım. Bir iş çıxır, qalır. Bir adam yazır, onu cavablandırıram, qalır. Üzürlü say mən. Başın sağ olsun canım. Səbir diləyirəm. Yazışam, görüm sabah vaxt eləsəm sənə. Fatma, salam, necəsiz, axşamınız xeyir, necəsiz? Çok sağ ol canım. Yaxşılıqdır şükür. Əlbəttə salam. Aybəniz xanım, əziz anamız, axşamınız xeyir olsun. Nətərsiz? Yaxşıyam canım, sağ ol. Nəfəs. Salam canım mənim. Necəsiz? Ema ana. Çox sağ ol ürəm. Sizə niyə dəstək olmurlar həvəsləndirmək üçün? Bizə ihtiyac yoxdur hə. Bizdə Allah kimi seçirsə, onlar da bu süfyə dəvət olunur. Biz özümüzdən çıxası deyilik. Məsləhətinə şükür. Allah'ın salam olsun. Əlbəttə salam. Salam. Rituallara inanırsın. Qəli söhbətləri bilmirəm, mən başım çıxmasa. Üz dilimizdə bir sadə dildə danış, xahiş edirəm. Mən həqiqətə inanıram. Real gördüyümə və mənə göstərilənə və salam. Xoş gördük, gözəl insan Ema xanım. Xanımların xanımı necəsiz? Möhtəşəm xanım, can. Komplimentə bax, Qahirədə, can. Belə. Siz dediklerinizin hamısı bu hayatta doğrudan da yaşanır. Mən dediklerim deyil. Bu tarihin sinəsində gizli, səkkili şəkildə yazılıb düzülən hikmətlərdir.
Hoş gördük sizi aziz insan. Ema Hanım hoş geldin. Nur. Ay, bayaq dediğin söz yadıma düştü. Ben de bir xeyli güldüm. Rabbimden dileyirəm həmişə güləsəm. Xanım Həsənova sağ ol. Necəsiz? Çox sağ ol canım. Rövşən. İmana Allah sizi korusun. Nice üzü nurlu anasan. Çok sağ ol Rövşən. Allah'tan diləyirəm ki sizi korusun. Cümləni belə kur. Bax, mən də deyirəm. Zülxumar, salam, akşamınız hayırlı olsun Ema Hanım. Xumar, əlökə salam Xumar. Akşamınız hayır olsun Ema Hanım. Hoş gördük sizi Zülfiye. Her vaktin hayır can. Samit Arıcı, salam hanım. Siz gençlikte geçirilen bal yarmarkasına dəvət edirəm. Masa E34 buyurun. Çok sağ olun. Bərəkət olsun. Müştərin bol olsun. Necə deyim sənə, qazancın bol olsun. Mən Gəncədə. Bakıya da gələməyə ixtiyarım yoxdur. Fələk düyünlə səhər hansı ayağı, hayana getsə də açılmaz bağı. Məni üzüllü say. Ema ana, həftədə bir dəfə çıxırsınız, həyat yox, 2 dəfə. İkinci, bir də 6-cı gün, bax elə bu vaxtlar. 9 iyunda bitir yarmarka, indirimlərimiz də olacaq. Uğurlar diləyirəm sənə, Samit Arıcı. Nəfsə nəzərə necə boş söhbətdir. Hər baxışdan baxan nur Allahın zərrəsidir. Sən qəlbini bulandırsan ki, onun nəfsi gözü dəydi. Bu, sənin qəlbini bulandırmağından cəza yaşaya bilirsən. Heç kimin heç kimə gözü dəymir. Boş söhbətdir. Akşamınız xeyirli olsun Ema Hanım. Necəsiz? Xoş gördük gözəl insan. Hüseyin deyir. Hüseyin biz tayfaraydı. Hüseyin Lüferit, Hüseyin Aypara. Bəli. Hər vaxtdan xeyir, tərənək. Ürəklər göndərir. Necəsi mana. Yazılarım düşmür. Hansı düşür oxuyuram. Allah ömür versin sizə, dualarınız bəsdir, nur üzlü insan. Saygı duyuram ömrüm. Saygı duyuram. Göz yoxdur, nəzər yoxdur. Yoxdur. Hər baxışdan baxan nur Allahın zərrəsidir. Sən kimə şər atırsan bilirsən. Rayada şikayətlənir, yazılarım düşmür. Düşmədi elə bunlar düşür. Nə oxuyuram onlar düşür. Belə. Ema Hanım, ağlıma gəlməyən başıma gəlir. Nə edim? İtiraf. Mənim də ağlıma gəlməyən başıma gəldi. İtiraf, harada səhv etmişəm, məni bağışdı. Belə şey olanda o başına gətiriləni də görmə. Özündə axtar ki, harada səhv edibsən ki, sənin başına bu gəlir. Çünki hər kəsdə hər şeyi Allah özü təyin edir. Bayaqdan Ema Hanım, canlıya girirəm, bilmirəm niyə TikTok məni çıxarır. Valla mən nə deyim, ay sevdim. Yəqin istəmir də, vaxt bilmirəm TikTok niyə çıxır. Bir dənə Prizagruska ilə gəldi. Bəlkə telefonumu Prizagruska ilə bəlkə atmaya bilmirəm.
Bəs deyirlər yəqin, Allahın gözdən xəbəri yoxdur, belə eşitmişəm. Sən də inandın, mən inanmıram. Nətər yanı yer üzərində hər şeyi çəkib çevirən, Allah da onun da gözdən xəbəri yoxdur. Bu söhbət nağıldır. Nağılların da devranı da bitir. Xanım Həsənova, sizi görə də gəncliyimi ya da sizi görəndə gəncliyim, yəqin belə yazmaq istəmişəm. Görəndə gəncliyim yadıma düşür. Nə gözəl. Türkan Məmmədli, Türkanə Məmmədli. Salam, axşamınız xeyir, gözəl insan. Əlökə salam. Güzel sənin baxışlarındır. Bayaqdan nə edirəm, çıxıb yenidən girdim. Hə, çıxıb perizagruzk eləmək lazımdır da telefonu. Mən də gəlmədən öncə telefonu perizagruzk eləyib sonra girirəm. Ema xanım, sabah vaxtınız olsa sizinlə qısa bir söhbətim var və sizin məsləhətinizə ehtiyacım var. Yazarsan ürək. Allah nəsib edərsə mən də cavablandıraram. Mebellər az. Gözəl səsiniz var. Nostalji məsləhətinə şükür. Təşəkkür edirəm. Xoşdur canım. Salam, axşamınız xeyir. Temmeme. Hər vaxtın xeyir. Albatros. Salam aleykum. Ema xanım. Aleyküm salam. Nur. 234 axşamınız xeyir. Siz danışanda xeyli təsəlli tapıram. Var olasınız. Bu süfrə təsəlli üçündür də. Ruhən qidalanmaq üçündür. Rəbbin süfrəsidir. Artıq bu həyatda heç nəyə təəccüblənmirəm və heç kimi qınamıram. Məsləhətinə şükür. Gözəl, təbrik edirəm. Mənim 26 yaşım var. 2 il olar əllərimdə psoriaz xəstəliyi var, yəni sədəf. Ya bədduan var, ya qınağın var, ya barışmamazlığın var, ya şər böhtan demisən gözə nəzərə gəlmişəm. Nəyin səvəsidir o? Belə deyil ki. Özünü bir qəlbinin dərinliyinə get, sual et, yarəm. Məni bağışla, harda səhvə yol vermişim. Bəlkə hiqqəlisən, bəlkə tələbkarsan, bəlkə barışmazsan. Bir özünə sual et. Çox sağ ol, mebellər az. Birdən yaranıb, elə birdən olur da cəza. Quran deyir ki, sizin başınıza gələn müsibət, xəstəlik, uğursuzluq, qəza bəla, bu sədəf, neysə. Öz əməllərinizlə zaman etdiyiniz səhvlərin əvəzidir. Bax, gör də, bəlkə kimisə pis baxıbsan, bəlkə kimisə pis adlandırıbsan, 26 yaş bəlli yaşdır. Yəni, az deyil, artıq. Bundan da doğula bilər. Pis baxanda pis görürsən əlini, pis deyəndə pis yaşayırsan, ola bilər.
Albatros deyir ki, keyfiniz bugün yerindədirmi? Emma xanım, mənim keyfim həmişə yerindədir. Prosto yorğunum. İman dolu kəlamlar çox insana çatsın deyə ekranı bəyənək və paylaşaq Nur xahiş eləyir. Albatros, İstanmışın yaxşıdan nə qorxusu da, nə yaşatmadı ki bu fələk bizə. Məsləhətinə şükür. Salam hər kəsə, gecəniz xeyirli olsun. Xoş gördük Emana, necəsiz? Xoş gəldin canım. Bugün ahı gözlüm olmayacaq. Meydan sənindir. Hər kəs öz dərdini, sərini danışır. Sizi soruşan olmur. Ona görə soruşdum. Çox sağ ol. Var olasın. Mən heç özümü yadımdan çıxartmışam, hiç bilmirəm. Hərdən yadıma düşürəm. Çox sağ ol. Yadıma gətirdiyin üçün var olasın. Saygı duyuram. Ruzi üçün neyniyək Emma xanım? Mebellər az. Əlbəttə Allah bəndəsini biraz acılıq, yəni kasıbçılıq, biraz qorxu, yəni vay necə yaşayacaq. İtkilər və hər türlü çətinliklərlə sınağa çəkib imtahan edər. Bu imtahanlara şükür edərək dözənlərə mükafatlar var. Quran deyir bunu, mən demirəm. Hər kəsin ruzusu vaxtı çatanda göydən düşmə kimi veriləcək onda. İndi sən istəyirsən bol ruzu, o da Allahın istəyinə bağlıdır. Nə yiyib, nə içib, nə giyinəcəyik deyə deyir. Müqəddəs kitab sabahki gün üçün qayğı çəkməyin. Hər günün öz dərdi özünə yetər. Sabahki gün öz qayğısını özü çəkəcəkdir. Başa düşdün? Bugün nəyin var, onu şükürlə qəbul et. Sənin bugün şükürlə qəbul edə bilmədiyinin arkada həsrətini çəkənlər var. Ona bax, özünə şükür elə. Və məsləhətinə şükür də, ya Rəbbim, sənə xoş, mənə qəbul. O bilir, o. Ruzu qapısını açan dodu, bağlayan dodu, bəndələrini sınağa çəkib imtahan edən dodu, hər şey odur. Ekranı bəyənək, canlar, yayın artsın, hər kəs bəhrələnsin. Alina xahiş eləyir bunu sizdən. Həyat, mən bütün canlılarımı, mən bütün günahlarımı etiraf edirəm Allah qarşısında, amma məni eşitmir. İtiraf edirsən günahlarını, sən adamı canlı bağışlaya bilirsənmi? Məni bağışla deyirsənmi? Kuru olmur ki, bir qəlb sevindirirsənmi? Hamını eşidir. Yetər ki, hər kəsə deyir, bu qapı açılacaq. Yetər ki, qəlbində əgər noxud zərrəsi qədər birinə qarşı kinin, küdrətin varsa, öncə ged onu bağışla. Sonra məni bağışla deməyi öyrən. Bax, bununla barış, şüküründə qal. Sən elə bilirsən, Allah səni eşitmir. O gözəl eşidir. Prosto gözləyir ki, sən tam imanı ləkəsizləşdirəsən, savab sahibi olur, sonra gələsən qəlb evində onun huzurunda hesabını verəsən. Hər birimiz haqq məhkəməsi qəlb evində hökmüdar Allahın huzurunda dururuq, duracaq. Durmuşuq da anlamamışıq. Emma xanım, nə yaxşı ki, mən bu süfrədən bəhrələnmişəm. Çox şadam, sizə minnətdarım. Allaha şükür, təşəkkür.
Önce. Önce Aypara, Allah'a şükür ve teşekkür. Çok sağ olun, təəmmümdir. İman dolu kəlamlar çox insana çatsın deyə ekranı bəyənək və paylaşaq, zəhmət olmasa. Nur xahiş etdi bunu sizdən. Ema Ananı YouTube'da və Instagram'da da izləmək istəyənlər Nurema Qəlbi Nur adı ilə izləyə bilərlər. Nur yazır, bunu sizi yönəldir. Yəni, bax, bu canlı yayın buradan götürülür və YouTube'da yüklənir. Birbaşa oradan baxa bilməyənlər, yuxu tutub yatanlar oradan bu canlı yayımı sabah izləyə bilərlər. Buna görə sizi Nur ora yönəldir. Albatros deyir ki, Ema xanım, marağımı üzürlü hesab edin. Profildəki şəkliniz neçəyə? 13-cü ildə çəkilib. 13, neçə il eləyir? İndi 72-dir. 13-cü ildə çəkilib. 13, 25, 12 ilin şəklidir. 60. Ema xanım, sizə qurban, bəs mən yoldaşım yıxıldı. Ayağı, çiyni sındı. O ki, qeybət edən, yalan danışan deyil. Əvvəla sizə qurban, nə qədər qurban deyirsən, kişini qurban verirsən, o belə deyim. Bədduadır, qurban olun demək olmaz. Heyran olun. Bir, səhvin buradandır. İkinci səhvin, yalan danışırsan, səhvsiz insan yoxdur. Yer üzərində səhvsiz insan yoxdur. Kim desə ki, mənim səhvim yoxdur, o kəs yalan danışır. Yalanın da özünə məxsus yaşarlıq bacarığı var. Nə qədər dərin qazıb bastırsan da ölmür. Zamanı gələn kimi cücərir və sahibinə şahidçilik edir. Quran da deyir, yalana dadanmış, günaha düşkün, hər kəsin bayağı. Günahsız deyilik biz. Hər birimiz biz qınıyırıq. Niyə sualı verdinsə, bu niyə belə oldu, bu niyə elə oldu, şükürlə qəbul etmədiksə, biz artıq qınağa qalxırıq, tənəyə qalxırıq, bundan da cəza yaşaya bilirik. Qadın alın, qurban olun, özü bədduadır, bundan insan zərər yaşaya bilir. Mən nə bilim, indi sənin kişinin ayrı nə səhvlər olur. Qeybət etməyib, bəlkə sənə səsin ucaldır, bəlkə kimisə söyür, təhqir edib, bəlkə arxasınca bir ədəb bir söz deyib, zina söz, zina baxış, bəlkə kiməsə də pis baxıb, mən nə bilim, falcı deyiləm ki, amma səhvsiz insan yoxdur. Mən də yıxıldım da, 19-cu ildə, 4 metrlik yerdən məni çırpdı yerə, sonra da qaldırdı, gəzdirdi. 2 aya yaxın arxası üstə qaldım. Niyə? Qınamışdım. Nətər olur? Mən bu boyda bilgiyə sahib edək də məni vurub yıxır, sənin kişin yıxılır, deyirsən ki, heç bir səhvi yoxdur. Nətər olur? Səhvsiz insan yoxdur. Zəhmət olmasa ekranı bəyənin. Nur xahiş edin. Ema xanım, ev işləri sizi yorur belə, bəli, Allah Teala hər yerdən bağlayıb mənə, hər iş mənə baxır. Nəinki ev? Ev yox, belə sil süpürmənlik deyil. Onu gəlib edirlər. Həyətdə. Sər-sər dururam, toyuq cücən rahatlayıram, bir sürü hündüşka var, onları yemləyirəm. Belə biraz bir 5-6 dənə quzu alıblar uşaqlar. Onu
haraylayıram, damdan çıxardır, setkiyə salıram, qabaqlarına ot qoyuram, su qoyuram. Aradan biraz keçib bir də gedib su verirəm, tez içirlər, gəlirəm öğün xörəyini pişirirəm. Belə, nə bilim, onu edirəm, bunu edirəm, belə. İndi də 3-4 dənə balacalı yekəli hündüşqa təmizləyib gəlib oturmuşam burada. Belə işte. Məsləhətinə şükür deyə. O məni yorur, bəli. Amma Allaha xoşma qəbul. Hüseynzadə, salam, axşamınız xeyir. Həm də çox danışıram, insanlarla söhbət edirəm. O Heyran xanım deyir ki, ey xanımlar xanımı, göstər kəramətini, gəl əsirgəmə məndən də öz səxavətini. Naümid insanların yoldaşı sənsən, bikəs-kəslərin sirdaşı sənsən. Sənsən xəstələrin dərdinə dərman, gəl mənim də dərdimə çarə qıl, eylə dərman. Bax, belə dərman kimi gərək insanlarla saatlarla söhbət edirəm. Bu da yorur məni, amma sevə-sevə etməliyim. Belə. Hüseynzadə, salam, axşamınız xeyir. Reinkarnasiya var. Ruhun dəyişməsidir də. Bəli, insan ölür. Demirlər ki, can öldü. Deyirlər, insan canı təhvil verdi. Həmin can Allahın zərrəsidir. Qüvvə, duyğu, hissiyat, hər şey ondadır. Nəfəs odur və o yeni nəsilə çevrilir, bu cisimdə torpağa. Bundan da bitir həyat. Bax, o söz ona aparır. Bəlkə bu canlı yayım kiminsə dönüş nöqtəsi ola bilər. Bəyənək və paylaşaq zəhmət olmasa, nur xahiş edir. Səsdən qəribə səs gəlir. Hüseynzadə, salam, axşamınız xeyir var. Xahiş edirəm, cavab verin. Reinkarnasiya. Bunu dedikdə, eləmi 2 dəfə yazıbsaq, sonunda ayrı adam yazmışdı. Hə. Ruhun yer dəyişmə qanunu oradan gəlir. Öncədən. Tək Allahın adında cəm olub bu hikmətin sirri nə erkəkdir, nə dişi təkrar devr edir irsi. Yəni, dünya yaranandan bugünə insanlar ruh vasitəsilə biri-birində dəyişirilərək, yeni nəsilə çevrilərək, belə. Canlı həyatda Allah Teala özünü ruh vasitəsilə dəyişə-dəyişə həyat belə davam edir. Əssalam. Hüseynova ürəklər göndərir. Sülfiyə Mint. Başa düşmədim. Zəhmət olmasa ekranı bəyənək. Canlı yayımı paylaşaq. Nur xahiş edir. Suzan. Ema xanım, şükür Allahıma. Həmişə mənə bir çətinliyimdə kömək olur və vəziyyətdən çıxarır məni. Təbii ki, Allah bəndəsini çətinə salır, özdə çıxarır. Necə Yusifi quyudan çıxarır, qul bazarında satır, oradan aparır, zindana atır, sonda quyu Yusifə peyğəmbərlik rütbəsinə qalxmağa səbəb olur. Təbii ki, məsləhətinə şükür.
Əgər bir insan Samir deyir, mənim həyatımı dağılıbsa, mən onu niyə bağışlamalıyam ki? Bir insan sənin həyatını yəqin yazırsan ki, dağıdıbsa, mən onu niyə bağışlamalıyam? Bağışlama, özün bilirsin, sağ yalvaran var, bağışla. Sən bağışlamayacaqsan, ondan betər bir həyat yaşayacaqsın. Qanun budur. Allah bağışlayandı, biz də bağışlamalıyıq. Bir. İkincisi, əgər sənin həyatını dağıdıblarsa, bir səhv özündə axtar, harda səhvə yol verirsən ki, sənin həyatın alt üstü olub. Niyə qarşında görürsən? Özündə bir axtar səhv. Başınıza gələn müsibət öz əməllərinizlə qazandığınızın əvəzidir. Sənin də ailən dağılıb. Harda səhvə yol verirsən ki, ailə dağılır. Nə deyir Nizami? Çoxdan da bu sözü demirəm, çox da sevirəm bu cümləni Sirlər Xəzinəsinin sinəsindən. Doğruluğun zirehdir. Səni hər an qoruyar. Ateş nədir? Bax, evinin dağılması nədir? İstəsən qasırğadan qoruyar. Hər eybini əyrilik açan olub həyatda. Doğruluqla qəm, qüssə, sən doğrusansa, açan olub həyatda. Bircə arpa, bircə dən gündən olsa qərəzin. Əski köşsə çanağın, əski köşsə tərəzin, iman tərəzin. Bil ki, onlar baistir tamahına son gündə, canlı şahid olacaq günahına son gündə. İnsanın başına nə gəlirsə, başının ağırması belə hansısa səhvinin əvəzidir. Hələ sən evin dağılıb və deyirsən, hələ bağışlamıram. Bu bağışlamıram, niyə bağışlayım ki? Bunun bədəli daha ağır ödənilir. Hətta bu bağışlamayan da insan qəbirstanlıqda ola bilir. O görürsən, cavan adam getdi. Bağışlamayan da belə də olur. Biraz diqqətli ol. Məsləhətinə şükür. Şükür Rəbbimə, Ema xanım, təşəkkür edirəm. Allahıma, bəli, Allaha şükür. Mənə niyə təşəkkür edirsiniz? Mən kiməm ki? Mənə də bu təlimi keçən odur da. 11:55. İş yoldaşıma, digər iş yoldaşımın sənin dalınca danışıb qeybətini edib dedim. Mənim günahım var burada. Bəli, xəbərçilik edirsən. Peyğəmbər nə deyir? Deyir, sənə pis xəbər gətirəni, sənə pis deyəndən öncə bağışla. Xəbərçinin cəzası pis deyəndən ağır olur. Diqqətli ol. Susma orucudur. Eşitdiyini eşitməməzliyə vur, gördüyünü görməməzliyə vur. Xəbərçinin cəzası ağır olur. Çivin murdar deyil, könül bulandırır. Belə bir söz var. İmana. Bilmirəm nədir başa. Mən də başa düşəmirəm. Başa düşəmirəm. Hiç de anlayamıram. Kompüterimdə işləmədi, özünə yandı, nədir bilmirəm. Başa düşmürəm, nədir? Bilmirəm. Bunu da çox tərpədə bilmirəm. Bu ultilit şeylər, bu nə deyirlər buna? Şunurlarımın hamısını xarab eləmişəm. Bunu da zorla saxlayır.
Nəvəmə də demişəm, hələ alıb gətirməyib. Çünki dərsləri var, vaxt eləyə bilmir. Deyirəm, tərpədərəm, zaryadkanı yığmaz. Bilmirəm nədir. Başa düşə bilmirəm. Yəni, burada elə bir şey yoxdur. Kompüterdə da söndü. Təmiz söndü. Belə. Hər vaxtınız xeyir deyir Zemfara. Həm canım zəhmət olmasa ekranı bəyənin, Nur deyir. İran xanım salam, axşamınız xeyir, xoş gəldin. Günahsız bir insan yoxdur. Səhvsiz bir insan yox. Günah başqa şeydir, səhv başqa şey. Çox təəssüflər olsun ki, bu qadın alim, qurban olun sözlərini dərk etmədən vərdişlə işlədirlər. Çox təəssüflər olsun ki, bu qadan alım, qurban olum sözlərini dərk etmədən vərdişlə məsləhətinə şükür. Onların hamısı insana qada gətirir, qurbanlıq edir adamı, bədduadır da. Diqqətlə qulaq asın, qurban olun. Qurban nədən olur? Qoyunla. Deməli, sən qurbanlıq olursan, haradasa bir təliyə düşürsən, haradasa bir çətinliyə düşürsən, özünün dediyin bədduanın bədəlini ödəyirsən. Və belə, məsləhətinə şükür. Bugünə qədər bunu biz dərk etməmişik. Sağlam can diləyirəm, yorulmayasan canım. Məsləhətinə şükür olmayasın. Boş ver, olan işdir. Elə bir fitnesə gedirsən, saatlarla orada, nədir o, tırnajorlarda zatda hərəkət, bədənin hərəkəti, mənki də belədir də, tırnajor. Halim, maşallah, xeyirli olsun. Sağ ol, var olasın. Sülfiyə, çoxdandır organik hinduşka yemirik. Kaş sizə qonaq gələrdim. Dur gəl Zülfiyə, sabah pişirəcəm. Səbziləşdə pişirəcəm. Püyün eləməliydim, çatdıranmadım. Gələ bilərsən. Ema Ananı YouTube'da və Instagram'da da izləmək istəyənlər Nurema Qəlbi Nur adı ilə izləyə bilərlər. Nur ünvanlayır bunu sizə. Hər səs var. Başa düşəmirəm. Vallahi başa düşəmirəm, nədir bu? Elə bir şey yoxdur burada. Əgər mane olursa bir dənə piri zagrusk eləyim. Bahar Aras. Salam, əleyke salam. Həyat. İnsanın ruhu heyvana çevrilə bilər, yoxsa hər dəfə insana çevrilir, ruh necə dəfə insana çevrilir. Yox, insanın ruhu heyvana çevrilmir. Amma heyvan xislətinə bənzər insanları Allah Teala yaradır. Məsləhətinə şükür. Bu ruhdur. Yəni, hər şəkilə düşə bilir o. Nə şəkildə desən, idarə edir canlıları. Görürsən, insandır, bəzən görürsən ki, dili tikanlıdır.
sözü tikanlıdır. İnsanın elə bir qəlbini tikanlayır. Xurma da tikan elə bir yerdə bitər, biri zəhərlidir, biri qənd şəkər. Görürsən, insan var dilini açanda zəhərli olur. Və ya görürsən, ilan kimi zəhərli olur. Və ya uzun qulaq kimi bağıran olur. Bu Peyğəmbərin kəlamlarının arasında dinləmişdim bunu. Deyir, araq ona görə haram deyil ki, onu haram buyurulub. Onu içib həddi aşmaq haramdır. Odur ki, deyir, arağı içəndə özünü elə apar ki, yəni həddində ol ki, tavuz quşuna bənzəyəsən. Artıq içib, donuz kimi göynəyib, uzunqulaq kimi bağırmayasan. Bax, belə bir cümlə var. Bizim bənzətmələr var. Amma hər bir canlını hərəkətə gətirən Allahdır. Nurdur. Məsləhətinə şükür. Ema xanım, burada Allah'ın lütfü sizə sağlam olmaq işlərinizi aşıra bilməniz şükür məsələsidir. Aşırılır canım. Allah özü yardımcıdır, narahat olmayın. Bir də baxırsan ki, əlim atıram, iş bitir. Özü köməkçidir, özü yardı, özü hər şey qüvvə odur. Necə deyir Peyğəmbər kəlamında, sevdiyim insan üçün göz olaram görsün, əl, ayaq olaram yerisin, iş görsün. Özümlə mat qalıram ki, mən bu yaşda bu işləri görürəm, görə bilirəm. Deməli, onu məndə görən də özüdür. Məsləhətinə şükür. Dəstəyiniz bu süfrəni daha da gözəlləşdirir. Canlıya qoşulun, bəyənin. Nur yazır bunu. Məndən narahat olmayın. Islanmışın yağışdan qorxusu olmaz. İman süfrəsindən bəhrələnən izləyicilərimiz zəhmət olmasa ekranı bəyənin. Nur yazır. Ema xanım. Xarabat əhli nə deməkdir? Xarabat bu müqəddəs yerdir. Nizaminin devrində deyir, xarabatın yolundan varmı məgər yaxşı yol? Xarabata üz tutsam, hamı deyər yaxşı yol. Talanmışam yolunda, mənim olub Kəbbədə xarabata köçəli, qənim olub Kəbbədə. Kəbbə xarabatın qənimidir. Yəni, müqəddəs ev burada qalıb. Gedirlər dünyanın o başına, bütə sığal çəkib gəlirlər. Xarabat Gəncədə İmamzadənin o devirdə adı olub. Yaranışda Beytül Müqəddəs olub. Sonra Kənan olub. Sonra Xarabat olub. İndi də Göy İmam, İmamzadə. Görürsən? Bunlardır. Şöhrət Kərimova. Axşamınız xeyir, xoş gördük Ema xanım. Xoş gəldin sən də. Hər vaxtın xeyir. Mübariz. Axşamınız xeyir, nurlu, xeyirli nurlu olsun canım anam süfrə əhli. Hər vaxtın xeyir canım. Raziyə, çox sağ ol canım. Var olasın. Suzan deyir ki, Ema ana, mən Allahı qısqanıram. Nədəndir görən? Günahkar olmaram ki, bu hisslərimə görə. Niyə qısqanırsan ürəyim? Niko, nə təlimidir o? Nə? Alim. Kompüter işləmir ki. Yəqin elə oydu. Sağ ol. Deyirəm, bu nə səsdir səhərdən. Kompüter tamamen sönmüşdü zaten. Səs də bitdi. Var olasın.
Mən səs eşitmirəm deyir Taranura. Sən ucu səsin dolub geyit gəl marşrutlar. Ona görə eşitmirsən. Var idi səs, mən də yorurdu bayaq. Kompüterden idi. Kompüter tamam sönmüştü. Toktan çıkardım. Alim yol gösterdi. Ses kesti. Zeyno deyir ki, salam necəsiz gözəl sənətkarımız Kübra xanım sizin bacınızdır, oxşayırsınız. Bəli canım, bəli. Makar amin deyir, ürək göndərir, bir də bilmirəm nəsə. Saygı duyuram, Allah sizi korusun. Allah'tan diləyirəm sizi korusun. Hüseynova, salam. Xəyal bəy sizə cavab verdi. Xəyal bəy itiraf eləməli idi, o da etmədi. Vəssalam. O itiraf etməli idi ki, ya Rəbbim, məni bağışla. Mən bu kağızı özüm yaza bilmərəm. O da etmədi. Söhbət də bitdi. Salam, gecəniz xeyir olsun, dəyərli Ema xanım və dostlar. Xoş gəldin Raziyə. Zülfiyə smaliklər göndərir. İman dolu kəlamlar çox insana çatsın deyə ekranı bəyənək və paylaşaq, zəhmət olmasa Nur yazır. Çox qışqırıb danışanlar necə bəs? O da ədəb ərkandan kənardadır, orada da TM, orada da cəza var. Ondan mən zobdan əməliyyat olundum. Uşaqlar balaca olanda çox çığırırdım. Bu niyə açılmır? Azədə açılmır. Necə oldu? Açılmır. Dəvət eləyə bilmirəm Azadə. Buradan görüm. Buradan götürə bilirəmmi? İş bu da bağlıdır. Niyə bilmirəm? Bu niyə belə oldu ki? Açmır zaten. Bilmirəm niyə. Nə oldu bunun? Eto. Salam, akşamınız xeyir değerli hanım. Size Naxçıvandan kucak dolusu salam olsun. Əlöykə salam. Mən Naxçıvandan çoxdur izləyicilər. Məndən də ora sevgi dolu salamlar. Cüce sesi gəlir. Yox, cüce sesi deyil. Kompüter sönmüşdü, öz-özünə orada nəsə səs gəlirdi. Keçirdik, bitdi. Cici, sən nəsə belə bir səs idi Aleyna, keçdi. Mahnı olmur. Ema xanım, 24 il önce bir insanın hayatını alt üst eden insan ona zəng edib
Deyirsən, qayıt gəl. Başa düşmədim. 24 il önce bir insanın hayatını alt üst eden insan ona zəng edib deyirsən qayıt gəl. Yusuf neçə illərdən sonra qardaşlarını bağışlayır. Biz kimik ki bağışlamayıq? İmana devam edin, onsuz da bilinmədi nəsə. Bilindi canım, bilindi. Toktan çıkarttım kompütürü. Sənə ihtiyacımız var. Həmin insanlar indi qocalıb bir pastil xəstəsidir. Hə, başa düşdüm. Başa düşdüm, yəni yaşlı nəsil. Nuridə, axşamınız xeyir. Ema ana necəsiz? Şükür qovuşdurana. Amin. Bir də belə xəstədir bu haqda nə deyə bilərsiniz? Biri də belə nətər xəstədir. Götürə bilmirəm azadə. Açmır bunu. Bəlkə bir dənə Pirezagrusk eləyim gəlim mən. Bura açılmır. Söhbət eləyərik Sevda. Bəlkə də savablı bir işdir sənə. Hardasa o bol savab qazandıracaq, bilmirəm. Söhbət eləyərik. Dəstəyiniz bu süfrəni daha da gözəlləşdirir. Canlıya qoşulun, bəyənin. Nur xahiş edir. Makar salam, yəqin olsun yazır. Əlim sağ ol deyir. O idi bitti. Hə, o idi bitti. Aman, qəlb evinin banisinə eşq olsun. Xoş gəldin. Ürəyim, akşamınız hayırlı olsun. Ayla, inşallah. Hoş geldin canım. Yeni gelenler hoş gelmişsiniz. Zəhmət olmasa ekranı beğenek ve canlı yayımı paylaşak. İman süfrəsindən bəhrələnən izləyicilərimiz zəhmət olmasa ekranı beğenin. Nur xahiş edir. Dostoyevski açıqdır. Yəqin problem Azayda xanımdır. Yox, mən vururam, açılmır axı. Bax, bura vururam, açılmır bu. Burada pəncərə açılmır. Məndə açılmır. Yox, açılmır. Alim açılmır. Bir dənə Pirezagrusk eləyim deyirəm bəlkə. Bir sualım var sizə. Buyur, Amon. Salam, aleyküm salam. Tamam. 54 salam. Dili. Başa düşmədim. İman süfrəsindən bəhrələnən izləyicilərimiz zəhmət olmasa ekranı bəyənin. Nur xahiş edir. Jiva, axşamınız xeyir, hər vaxtın xeyir. Bir dənə Pirezagrusk eləyim. Bu, yəqin burada nəsə var. Ha? Burada olun, alim. Pirezagrusk eləyim, gəlim.
İman süfrəsindən bəhrələnən izləyicilərimiz zəhmət olmasa ekranı bəyənin. Nur xahiş edir bunu sizdən. Açılır mı? Gün açılmır. Niyə bu qonaq yeri açılmır burada bilmirəm, başa düşəmirəm. Koşa bilmirəm axı. Bir at görüm, istək at görüm, ay aman. Görüm açılır mı? Salam Emana, necəsiz? Xoş gəldin Tərənə. Nəsə problem var. Qonaq götürə bilmirəm, Azadəni götürə bilmədim. Salam, axşamınız xeyir, necəsiz Ema xanım? Əvvəllər siz qabağıma çıxırdınız, indi axtarışa verəndən sonra yəqin çıxıb, bilmirəm valla. Görünür TikTok'un xoşuna gəlmirəm. Hər kəsə salam olsun, gecəniz xeyir olsun. Xoş gəldin Tərənə. Qoşa bilmirəm, axı açmır. Açmır, bu qonaq yerini açmır, niyə bilmirəm. Yox, vermir. İcazə vermir, nəsə başım çıxmır. Nə olur? Nə də anlamıram buradan onu, necə açım, necə bağlayayım. Mən bağlamamışam ki bunu. Məni qoşun, bəlkə alına. Alınmır. Emananı YouTube'da və Instagram'da da izləmək istəyənlər Nurema Qəlbinur adı ilə izləyə bilərlər. Nur xahiş edir bunu sizdən, belə daha doğrusu yönəldir. Hə, nəsə problem var, bilmirəm.
Elnur akşamınız hayırlı olsun. Bahem. Firuzə Qruzka da elədim, alınmadı. Niyə bilmirəm. Vermir. Bəli, qismət, məsləhətinə şükürüm. Belə birinci səfər belə şey olur. Tamamen hiç kimi götürmür. Niyə bilmirəm. Oraya yazıblar canlıdan çıxın, sonra gəlin. Firuzə Qruzka elədim də çıxdım, gəldim. Canlını yenidən açım. Yaxşı, gedim təzdən gəlim də.